Salam əziz izləyicilər, bugün sizlərlə bir neçə naxış öyrənəcəyik. Milçə ilə toxumanın əsas naxışlardır. Yəni bunları bilsəz artıq çox şey toxuya bilərsiniz. Bundan öncəki videolarda tək-tək paylaşmışam. Bu səfər hamısını birləşdirilmiş formada çalışacağım paylaşım və paylaşmadıqlarımı da bu videoda qeyd edəcəm. Deməli, ilk öncə zəncir çəkirik, müəyyən sayda zəncir çəkirik. Yəni öyrənmək istəyirsinizsə. Bir naxışı sıra sonuna qədər də eləyə bilərsiniz. Mən bir sırada bir neçə naxışı göstərəcəm. Video çox uzun olmasın deyə, yorucu olmasın deyə. İlk öncə zəncirin birincisini yox, ikincisindən toxumağa başlayırıq. İlk öncə öyrənəcəyimiz birləşdirmədir. Birləşdirmə etmək üçün sapı götürürük, çıxarırıq və bunun içindən keçiririk. Götürürük. Hər ikisinin içərisindən keçiririk. Yenə də götürürük. Hər ikisinin içindən keçiririk. Bu bizim birləşdirməmizdir. Daha sonra atmasız ilmək. Atmasız ilmək ilə başlayırıq. Atmasız ilmək həm də sıx iynədir. Türklərin videosunda sıx iynə kimi də eşidə bilərsiniz. Azərbaycan termində isə atmasız ilmək gedir. Onun üçün götürürük. Çıxarırıq. 2 dənə ilmək olur. İkisinin içərisindən bir dənə keçiririk. Götürürük. 2 dənə olur. İkisindən çıxarırıq. Götürürük. Hər ikisinin içərisindən bir dənə də ilmək çıxarırıq. Bu oldu bizim sıx iynəmiz və yaxud da atmasız ilməyimiz. İndi isə atmalılara keçək. Atmalılar nədir? Atmalılar milçənin başına dolayıb etdiyimizdir. Və yəni trabzanlar ailəsi deyək. Yalançı trabzan var, təkli, birli, ikili var. Bizdə isə atmalı olacaq. 1 atmalı, 2 atmalı, 3 atmalı. Deməli, birinci yalançı atmalı ilmək edək. Yalançı atmalı ilməkdə bir dəfə dolayıq. Yəni belə. Sonra götürürük. 3 dənə oldu. Bu üçünün içərisində bir dəfəni keçiririk. Buna yalançı trabzan da deyirlər. Hər üçünün içərisindən sap keçiririk. Doladıq, götürdük. 3 dənə oldu. Üçünün içərisindən bir dənə. Buna yalançı deyirlər. İndi bir atmalı. Bir atmalı doladıq. Götürdük. 2 dənə bir keçiririk. Bu ikisini bir keçiririk. Doladıq. Bir daha eləyirəm. Götürdük. 3 dənə oldu. 2 keçirik. 1, 2. Bu bizim oldu əsas trabzanımız, ana trabzanımız. Bundan daha çox işlər görmək olur. Digər növləri də var. 2 atmalı. 1, 2. Ona görə 2 atmalı deyirik. 2 dəfə doladığımız üçün. Götürdük. 1 dəfə, 2 dəfə, 3 dəfə. 1, 2, 2 atmalı. 1 dəfə, 2 dəfə, 3 dəfə. 2 dəfə götürdük. Bir daha edeyim. Sonuncu. 1 dəfə, 2 dəfə, 3 dəfə. Və 3 atmalı. 1, 2, 3 atmalı. İlmək. 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə. Və bunu 1, 2, 3 bir daha təkrarlayayım. 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə. Bunu istədiyiniz sayda eləyə bilərsiniz. İstəyirsiniz 5 dəfə dolayın, istəyirsiniz 3 dəfə, istəyirsiniz 2 dəfə. Ən əsası işlənir ikili, birli. Üzr sayını çaşdım. Birli. Yəni bir dəfə doluyuruq. Götürürük. 1, 2. Ona türklər ikili trabzan deyir. Biz bir atmalı deyirik. Ən çox işlənən naxış budur. Yollar isə sxemlərdə verilən sayılara uyğun olaraq
işlənir. Bunların da sxem şəkli var. Sxem şəklini isə növbəti dərslərdə sizə göstərəcəm. Sxemdə necə, işarədə necədir və biz necə bilərik ki, sxemdə bu işarə birlidir, ikilidir və yaxud da üçlü trabzan kimi işarə olunur və yaxud da sıx iynə hansı işarə ilə işarə olunur, birləşdirmə hansı ilə işarə olunur. Yəni sxemləri oxumağın asan qaydasını sizlərlə bölüşəcəm. Bu günlük bu qədər. Çox sağ olun izlədiyiniz üçün.